Bugüne qədər bişirdiyiniz bütün pirajki reseptlərini unudun. Sizə ən ideal resepti verirəm. Qaynanamın reseptidir. Videonun alt bölümündə ərzaqların hamısını yazacağım miqdarlarını. Xəmiri qəşəng yoğururam. Qoyuram bir 40 dəqiqə xəmir özünə gəlsin. Xəmir özünə gələnə kimi getdim yaxınlıqdakı Al Marketlər şəbəkəsinə. İnanın ki, Ramazan ayı boyunca çox gözəl endirimlər var. Ümumiyyətlə sevdiyiniz bütün məhsulları Al Marketlər şəbəkəsindən əldə edə bilərsiniz. Xəmirim özünə gəldi. Xəmirim çox gözəl özdə gəlibdi. Ümumiyyətlə gözəl mayalanan xəmirdən də gözəl pirajkilər əldə edəcəksiniz. Gördüyünüz kimi kündələrə ayırdım. Kündələr qurumasın deyə üzərini klüklə bağlamağa ehtiyac yoxdur. Duru yağla yağlayırsınız və salam. Daha sonra tavaya duru yağ əlavə edirəm. Yağ tam qızmalıdır. Ondan sonra mən pirajkiyə, ümumiyyətlə içliyinə soğan vurmuram. Siz soğan vurursunuzsa yazın kommentlərdə. Mən ümumiyyətlə soğanlı pirajkinin dadını bilmirəm də. Mən pirajkini bir dəfə belə bükürəm. Sonra biraz da xəmirdən götürüb ikinci qata bükürəm ki, açılmasın. Hər ehtimala qarşı bunu edirəm. Ümumiyyətlə məndə pirajkilər açılmır. Dağ yağa pirajkiləri əlavə edirəm. O yüz bu yüz orta ateşdə qızardıram. Ləzzətli bir pirajki alınacaq ki, deyəcəksiniz ki, ay Allah, kaş mən bu resepti çoxdandan bilərdim. Mütləq hazırlayın. Videonu yaddaşa verin. Əgər sizin də özəl reseptiniz varsa şərhlərdə yazın.